Xoş gördük, hörmətli tamaşaçılar, bizim mövqe veriliş efirdədir. Məzhəbçilik, təriqətçilik, xurafatçılıq istənilən dində bir bəladır. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin, fərqli yanaşanlar da var. Amma bəlalı olmasının əsas səbəblərindən biri də cəmiyyətdə parçalanma yaradır. Qarşıdurma yaradır. Fərqli fikirlərə dözümsüzlük yaradır. Yəni, bu məsələ çox ciddi bir məsələdir. Bəzən biz üstündən keçib gedirik, diqqət yetirmirik. Niyə bu gəldi, belə bir məsələ gəldi, şişdi, cəmiyyətdə belə bir qarşıdurma yaratdı. Həddinə çatandan sonra başlayırıq bu məsələnin kökünü axtarmağa. Amma halbuki bu məsələnin kökünü deyənlər var. Bu məsələləri araşdıran var, bu məsələləri gündəmə gətirən var. Sadəcə olaraq cəmiyyətimi deyim, təşkilatlarımı deyim, qeyri-hökumət təşkilatlarımı deyim, dövlət qurumlarımı deyim və s. Diqqət yetirmirlər. Bəzən biganəlik olur, bəzən belə deyək, fikir vermirlər. Və bu cür məsələlər bəzən dini ayinlər vaxtı, dini tədbirlər vaxtı daha çox qabarır. Məsələn, Məhərrəmlik ayıdır. Hamımız Əhl-i-Beyt, Azərbaycanda Əhl-i-Beyt tərəfdarları çoxdur. Bu aylarda, bax, o yad ünsürlərin, belə deyək, tətbiq elədikləri üsullar ortaya çıxır. Eybəcər tablolar ortaya çıxır. Bu barədə ən çox araşdıranlardan biri, mən yazılarını və araşdırma fikirlərinə tez-tez rastlayarım sosial mediada. Çox ciddi fikirləri, araşdırmaları var, cəmiyyət üçün çox xeyirli sözləri var. İlahiyyatçı, araşdırmacı Tural bəy İrfanla danışacağım bu məsələni. Tural bəy həm də Milli Cəbhə Partiyasının başqan müavinidir. Tural bəy, xoş gördük. Xoş gününüz olsun, təşəkkür edirəm. Tural bəy, belə uzun-uzadı tərifləmək olması, yəni doğrudan da sizin bu istiqamətdə peşəkar araşdırmalarınız var. Yəni, həvəskar deyil, peşəkar araşdırmalar var və cəmiyyət üçün çox xeyirli araşdırmalardır. Ona görə gəlin məsələnin elə mərkəzindən başlayaq. Sizin sonuncu yazınızda elə başlığa da çıxartmışam. Məzhəbli ilahiyyatçılar, milli ilahiyyatçılarla əvəzlənməlidir. Yəni, bu nəticədir. Mən istəyərəm kökə gələk. Bu məzhəbçilik, təriqətçilik niyə cəmiyyətdə belə populyar olur? Onların fikirləri daha başa düşüləndimi? Onların fikirləri daha populyardımı? Onların fikirləri cəmiyyətdə niyə belə həvəs yaradır? O dəqiqə mən filan təriqətdəyəm, sən filan təriqətdəsən, belə bir ajetaj yaranır. Bunun bir səbəbini bir izah edək. Təşəkkür edirəm dəvətinizə görə. Çox aktual və vacib məsələdir. Həqiqətən bu mövzu ətrafında müzakirəyə dəyər. Demək, bu təriqətçilik və məzhəbçilik bilirsiniz ki, dinin parçalanmasından doğan bir şeydir. Və ümumiyyətlə, tək dində yox, digər məsələlərin özündə də bu parçalanma hər zaman mənfi qarşılanan bir məsələdir. Yəni, parçalanma fayda verməz heç bir şeyə, nə xalqa, nə cəmiyyətə, nə dinə və ümumiyyətlə də bütün parçalanma həmişə üçün ziyanladır. Və Quran-ı Kərimdə də, ümumiyyətlə müqəddəs kitablarda da demək, parçalanma, təriqətlərə bölünmə qadağan olunur. Quran-ı Kərimdə də bununla bağlı birbaşa konkret olaraq ayələr var, təkidli əmrlər var ki, bölünməyin, parçalanmayın. Hətta nümunə də gətirilir ki, sizdən əvvəlkilər bölündü, zəlalətə düşdü, siz də onu kimi bölünməyin. Ancaq nə yazıq ki, buna məhəl qoyan yoxdur və xüsusən də cəhalət bürüyübdür aləmi. Bu, Mirzə Rəhbər Sabirin, necə deyirlər, Seyyid Əzimin, Akverdiyevin, Mirzə Cəllin dövründən bu günə kimi bu xurafat əhlinin yolunda heç nə dəyişdir. Mən ona görə təəssüflənirəm ki, əksinə artım olubdur. Bu sayədə böyük inkişaf gedir, dırnaqarası inkişaf gedir. Bunun da təbii ki, bir çox səbəbləri var, obyektiv və subyektiv səbəbləri var. Xarici maraqlar, kənar təsirlər, ümumiyyətlə də tək dinə qarşı yox, ümumiyyətlə bu kiber təhdidlər də əsasən din və məzhəbçilik pərdəsi altında təzahür edir. Həmçinin bizim ölkəmizə də bax bu üsullarla yol tapıb, deməli, müxtəlif məsələlərlə bağlı təzyiq göstərmək və yaxud da bax bu təhdidlər yaratmaq istəyənlər çoxdur. Ümumiyyətlə, bu təriqətçilik və məzhəbçilik dinin bəlasıdır. Bu bir xəstəlikdir. Bu bir virusdur. Bu dini məhv edir. Çox dəhşətlisi də budur ki, bizim cəmiyyətimizin bir böyük kəsimi
bu xurafat və mövhumata artıq din deyərək iman gətirir. Yəni, bəzən biz bu xurafatı tənqid eləyəndə, bu mövhumatı tənqid eləyəndə, bu insanlar bizə qarşı yönəlib, sanki biz dinin əleyhinəymiş kimi bizə qarşı yönəlib. Məsələn, məzhəbçilik son dövrdə geniş vüsət alıbdır. Bu nədir? Qütblər var. Bax ki, bir qütbdə indi adlarını çəkmirəm bu məzhəblərin, filan məzhəbdir, digərində də o biri məzhəbdir. Bunlar bir-birinə qarşı rəqabət yaradırlar. Elə bir futbol meydançasında iki komanda top oynayır və deməli, bunun nəticəsində də bunlar inkişaf edirlər. Bir-birinə, necə deyərlər, dəlil sübut verirlər, rəvac verirlər, dəstəvuz verirlər ki, bu mənfi müsbət, yəni ki, rəqiblər şəklində bunlar inkişaf eləsin. Bax, bu dəhşətlidir ki, bəzən düzdür, indi bu nəzarət çevrəsi filan düşünür ki, bu balans yaratmaq üçün bu lazımdır, biri bu cür, o birisi də digər. Bu, əslində bunlar hamısı işin ziyanlı olan məsələlərdir. Bunlar bir-birini inkişaf elətdir. İndi ölkəmizdə götürək, bir qədər deyək ki, bu əhl-i-sünnə cəmaatının adını zəbt eləmiş bu sələfi cərəyanı mövcuddur. İndi əhali arasında bu müxtəlif adlarla adlandırılır. İndi hər nəysə mən bilmirəm, bu vahid qənaətə nə cür gəlinibdir, buna Vəhabi mi deyək, sələfi mi deyək, nə deyək. Bu hər nəysə bu cərəyandır. Digəri də deyək ki, Əhl-i Beyt aşiqi, nə bilim mən bizim tarixi köylərimizə bağlı şiə cərəyanı adlandıran özünü İranın teokratik rejiminin, necə deyərlər, din modelini mənimsəmiş bir təbəqədir. İndi təbii ki, bizim bu fundamental, tolerant milli ənənələrimizə uyğun olaraq dinini yaşayan həqiqi möminlər, müsəlmanlar, insanlar da var ki, onlar əsas dövlətçiliyi, milli ənənələrimizi, bizim birliyimizi, vəhdətimizi əsas götürürlər. Amma mənzərə onu demir. Bugünkü mənzərə onu deyir ki, meydanda əsas obrazlar bu iki qütbdür, bu iki cərəyandır ki, bunlar da bir-birindən rəqibdir və rəqabətdə bir tərəf, necə deyərlər, xurafatın, mövhumatın dozasını artırır, o biri tərəfdə onun əleyhidarlığının artırır, elan edir fikirləri, ziyarətgahları və s. belə. Beləliklə də cəmiyyətdə çalxantı yaranır. Normal insanlar da sosial şəbəkələrdə filanda heç bir dini ənənə öyrənə bilmirlər. Ancaq mübahisə, müzakirə. Burada təbii ki, xarici maraqlar var. Cəmiyyəti parçalayır, milləti, xalqı parçalayır, millətin əqidəsini parçalayır və eyni zamanda da dini parçalayır. Dövlət ideologiyamıza xələl gətirir. Azərbaycançılıq deyirik, türkçülük deyirik. Bu necə ola bilər? Bugün Borçalı əldən gedibdir. Borçalı artıq demək olar ki, İranın işğalındadır, ideoloji işğalındadır. Şərq deyil, coğrafi cəhətdən gəlib oranı tuturlar. Və indiki dövrün də işğalı bu cür olur da. İndi də qılış götürüb gedib torpaq tutmurlar. Yaxşı, və bu necə olacaq? Bizim ölkəmizdə həmçinin bu nədir? Müəyyən şüarlar altında, qara bayraq altında filan. Bunlar hamısı siyasi aksiyalardır, bilirsinizmi? Bunlar hamısı orta əsrlərin, o dövrdə qurulmuş dövlətlər bilirsiniz ki, dini ideologiyaların mehvərinə sökənirdi. Yəni, belə deyək ki, hansısa bir təriqət cərəyan üzərində dövlətin ideologiyası mütəşəkkil olurdu. İndi bizimkilərin də bir çoxu əsaslandırır ki, filan bizim babalarımız bunu yaşadıqlar, biz də ona görə bunu yaşatmalıyıq. Amma mən belə bir tərəfdarı deyiləm ki, tarixdən ibrət almaq lazımdır. Tarixin yaxşı, faydalı tərəflərini götürmək lazımdır. Mənfi tərəflərini rədd eləmək lazımdır, götürməmək lazımdır. İndi bizim belə deyək, Peyğəmbərin dövründə İslam dinini gətirənlərin əksəriyyətinin babaları müşrik idi, bütpərəst idi, uşağını diri-diri torpağa bastırırdı. Bunda onlar da deyirdi ki, biz babalarımızın yaşatmıyoruz. Bizim babalarımız bir-birinin qabını sındırırmış bir vaxt varmış ki, bu sünnüdür, bu şiədir. İndi bunu da deyək də, biz elə hər şeyin üstünü malalayıb yaxşıdır, yaxşıdır deyə belə olmur axı. Və bu elə bir idiksə, vəhdət idiksə, hardan yarandı bu qədər təriqətlər, bu qədər məzhəbçiliklər? Sosial şəbəkələrdə ən çox söyüş söyən, təqdir yazan dindarlar da dırnaqarası deyək, nə bilim, həqiqi dindarlar deyək, nə deyək. Bu reallıqdır, bunu etiraf eləmək lazım. Yaraları sağaltmaq üçün gərək bunları biz boynumuza alaq. Deyək ki, bu var. Yox, o yoxdur, bu yoxdur, tolerantlıqdır, filandır. Bu bugün tolerantlıqdır. Vaxtilə İraqda da, Limanda da, Suriyada da həmin tolerantlıq var idi. Amma görürsünüzmü, bu təriqətçilik axırda gətirdi onları hansı dövrə çıxartdı? Hansı vəziyyətə gətirdi? Millətin həmrəyliyini pozdu, vəhdətini pozdu, dövlətin ittifaqını, tövlüyünü pozdu, suverenliyini pozdu, vətəndaş müharibəsinə gətirdi, çıxartdı. Allah göstərməsin. Bizdə hələ Sovet hökuməti təzə dağılıbdır. İnsanlar hələ təzə-təzə öyrənir bu şeyləri. İndi görürsünüzmü?
dini maarifləndikcə, məzhəbçilik cəhətindən maarifləndikcə hansı radikal fikirlər ortaya çıxır? Mən burada ifadə edə bilmirəm. Bəzən bu axund adı altında, din xadimi adı altında olanlar məscidlərdən elə bir irgənc şeylər, xütbələr oxuyurlar ki, o heç Sovet dövrünün ateizm dövründə də elə şeylərə icazə verilmirdi, elə əxlaqsız söhbətlər olunmurdu. Bunlar saysız, hesabsız bizim əlimizdə nümunələr var. Budur mu din? Yəni bu dini bu şəkildə təqdim edirlər. Məzhəbçilik formasında, təriqətçilik formasında. Məzhəbçi ilahiyyatçılar bu gün meydanda. Gedib xaricdə oxuyub da hansısa məzhəbin ilahiyyatçısı olub. İndi İslam adından danışır. Buna necə yol verilir, mən bunu başa düşürəm. Adamı məscidə təyin ediblər. Bu İslam dini üzrə təyin olunub da bu İslam dinindən danışmalıdır. Və bu niyə onda məzhəbçilik aparır? Niyə məzhəbdən söhbət açır? Məsələn, xristiyanlarda qanuni şəkildə pravoslav, katolik, protestant və s. bunlar icma olaraq təsdiq olub bu cür qeydiyyatdan keçirlər. Amma bizdə hamı İslam adı altında qeydiyyatdan keçib məzhəb təbliğat aparır. Bu xəyanətdir. Ona görə düzəlmir də. Bugün bir elə məscidimiz var ki, şəhərin mərkəzində 4 dəstədə namaz qılıyor. Bu filan məzhəbin adamıdır, bu filan kəsə təqlid edir. O birisi nə bilim mən filan məzhəb. Belə din olar. Bunun ucbatından da həmin məscidə 8 axund təyin eləməyə məcbur olurlar ki, o icmaların hərəsini bir nəfər idarə edir. Və bunlara da yardım verilir. Ayda indi maaş deyirlər, yardım deyirlər, nə deyirlər. Belə şey olar. Bu istismarçı ruhani təbəqədir də. Bu necə deyirlər, o Sabirin vaxtında, Seyd Əzimin, Mirzə Cəllin vaxtında xalqı sümürüb hər tərəfli istismar edən təbəqədir də. Bu mənəvi dəyərlər adı altında keçiblər bizim boğazımıza. Yaxşı, bu hansı mənəvi dəyəri bunlar təbliğ edir? Bugün mən xahiş edirəm bizim tamaşaçılarımızdan bir monitoring aparsınlar, girsinlər sosial şəbəkələrə, görsünlər ki, ateistlər mi daha çox söyüşdür, siyasətçilər mi daha çox söyüşdür, müğənnilər, artistlər mi daha çox söyüşdür, yoxsa bu məzhəbçi dindarlar mı çox söyüşdür? Bu dəhşətli bir faktdır. Bəs bunlar bu xalqın, millətin hansı mənəvi dəyərini yaşadırlar, hansı tolerantlığı qoruyurlar ki, dövlət komitəsi bunları bir yerə yığıb, bir iclas keçirməsə, konferans keçirməsə, cəmləşdirib, mehribanlaşdırmasa, bunlar bir-birini qırar İraqdakı kimi. Budur mu bunların tolerantlığı, bunların imanı, dini? Deməli, həqiqi dinə rəayət edən yoxdur. Bunlar dəllaldır, bunların tacirdir, bunlar alverçidir. Belə dindarlıq mı olar? Belə imam mı olar? Mən 30 ilə yaxın araşdırma aparıram, tədqiqat aparıram, obyektiv şəkildə 680 İslam məzhəbinin təriqətini araşdırmış adamam. Bizim xalqımızın bütün milli genələklərinə yaddır bu məsələlər. Ürfümüzə, necə deyirlər, milli dəyərlərimizə kənardan hərə gedib bir İslam ölkəsində, bir müsəlman ölkəsində o ölkənin İslam modelinə uyğun bir mədrəsədə təhsil alıbdır. Bəzən də bu ölkələr teokratik rejimi təmsil edən ölkələr olub. Orada da bu rejimin özünün tətbiq elədiyi, öz millətinə, xalqı üçün xarakterik olan İslam obrazını mənimsəyib, gəlib indi oturub minbərdə burada mənim xalqıma dərs deyir. Bu necə ola bilər? Bu necə uyğundur? Bu düzgün məsələ deyil. Təbii ki, bu cür kadrlarımız olan yerdə bu məzhəbçilik olacaq, təriqətçilik olacaq. Mən bunu bir bəla kimi qiymətləndirirəm. Bu yığışdırılmalıdır. Bax, dünya inkişaf eləyir, belə deyək, belə pis çıxmasın. Cəmaət Marsa uçmaq istəyir, bu proyektlər həyata keçirilir. Əllərində çox müasir telefonlar, çox müasir, belə deyək, elm öyrənmək, informasiya əldə eləmək imkanları var. Və belə bir inkişaf mərhələsində mühümmatçılıq və xurafatçılıq da onunla bərabər paralel inkişaf eləyir. Nəyi biz boş buraxırıq, nəyi biz dediyiniz problemlərdən kənar, cəmiyyətin özündə nə boşluq var ki, bu meyilli olurlar bu məsələyə? Qərət bəy, birinci mən bir şey qeyd edeyim ki, biz deyirik bu pisdir, o pisdir, amma yaxşı nədir, onu ortaya qoya bilmirik. Ona imkanlar yoxdur, ona vasitələr yoxdur. Onun üçün maarifləndirmə lazımdır. Maarifləndirmə üçün milli kadrlar lazımdır. Milli kadrlar da məhduddur. Mən demirəm mənəm. Bəlkə məndən başqa da var. 5 nəfərdir, 3 nəfərdir. Bunun üçün də geniş şərait yaradılmır. Müstəqil milli təfəkkürdə, dövlətçi, məfkurədə olan ilahiyyatçı dinşünaslarımıza şərait yoxdur. Müəyyən subyektiv səbəblər oldu. Bax, bu xarici təsirlər onlara da təsir göstərdi ki, həmin adamları meydana buraxmadılar. Axı bunlar, mən bayaq dedim, bu rəqibləri yaradanlar var, bunları kənardan təsirləndirənlər var. İndi bilirik, burada bu mövzuya girməyək, bu çox uzanar yoxsa.
hansı ölkələrdə, hardan nə cür olub, nə tər olub? Soruşacağım, onu da soruşacağım. Danışın. Bunlar imkan verərmi məni kimi kadrlar? Mənə 1000 dənə problem yarar. Şəxsən bax, mənim o yazdığım nədir? Mən nə böyük fəaliyyət göstərir. Ondan ötürü mənə 1000 yerdən təzyiqlər var. Mənə 1000 cürə böhtanlar var, 1000 cürə nə bilim mən qarşımı kəsənlər var, təhdid eləyənlər var. Və bunun qarşısını almaq lazımdır. Biz yenə deyirik bu pisdir, bu mənfidir. Amma həqiqəti əyani şəkildə ortaya qoymalıyıq. Mən o uzun illərdir deyirəm ki, bizim bir din modelimiz formalaşmalıdır. Düzdür, din dövlətdən ayrıdır. Biz teokratik bir dövlətdə yaşamırıq. Biz dünyəvi, demokratik ölkədə yaşayırıq. Ancaq bizim də bir modelimiz olmalıdır. Yəni, bax ki, hansısa ölkələrin özlərinə məxsus din modelləri var. Bizim də öz milli keçmişimizə uyğun, mövcud olan konvensiyalara, dini təriqətlərə və məzhəblərə uyğun bir necə deyirlər, modelimiz formalaşmalıdır. Amma indi bax ki, bir təzə imana dinə gəlmək istəyən adam soruşur ki, mən necə eləyim, indi bax bu yolların hansından getməliyəm, mən nətər eləməliyim? Ona cavab verə bilmirsən. Nə cavab verəsən, nə deyəsən, bu məscidə gedəcək, o məsəbə qoşulacaq, o bir məscidə gedəcək, bu bir məsəbə qoşulacaq. Və bu bir vahid cərəyan olmalıdır, vahid bir xətt olmalıdır. Bunu da məsuliyyət boynuna düşən idarələr var, qurumlar var ölkədə. 2 milyon pul ayrılır Qafqaz Müsəlman İdarəsinə ildə. Bunlar hansı işi qulluq eləyirlər? Bir təqvimi düzəməlli yazıb ortaya çıxarda bilmirlər. Bir fətva mətnini düzgün verə bilmirlər. Təsadüf söz işlədir fətvada. Belə şey olar. Bununla kim gedər? Təbii ki, bu gedəcək, yarısı İrana təqlid eləyəcək, yarısı nə bilim mən Səudi Ərəbistanının şeyxinə təqlid eləyəcək, yarısı da pərən-pərən olacaq ortada. Və belə şey olmaz axı. İslahat aparmaq lazımdır. Bu dinlə zarafat eləmək olmaz. Bu boşluqları belə buraxırlar, bir də gözünü açırsan ki, qara bayraqlılar doldu. Və belə olmaz. Mən bunu illərdir deyirəm, elə mənim elə geniş imkanım da yoxdur ki, belə çıxam, danışam, eləyəm. Boğurlar, şərait yaratmırlar. Necə deyərlər, bu xurafatçı, mühümmatçı təbəqə yaratmır bunu. Təbii ki, indi sağ olsun dini komitə var, fəaliyyət göstərir, müəyyən qədər. Düz indi din dövlətdən ayrı olduğuna görə onlar da gəlib müəyyən şeylərə qatışa bilmir. İnsanların ayininə, bayramına, ibadətinə, namazına, niyazına bu qatışa bilməz. Ancaq bunun boynuna düşən məsul, burada o adını çəkdiyim bəyəxçi idarədir. Onlar da bu şeyləri yığışdırmalıdır da bu Çar Rusiyası dövrü dağıldı, getdi, Sovet də dağıldı, getdi. İndi müstəqillik dövrümüzdür. Bir əməlli başlı götürüb bu millətin adət-ənənəsinə uyğun milliləşmək lazımdır. İlahiyyatçılarımız, din xadimlərimiz milliləşməyib. Mən bunu məsuliyyətlə deyirəm. İçində 5 nəfər, 3 nəfər milliləşməyə meyilli adam ola bilər. Bunlar milliləşməyib. Bunların beynində, zehnində, təfəkküründə başqa ölkələrdir, başqa modellərdir, təqlidçilikdir və s. Belə olmaz axı. Belə mənim danışdığım da ancaq o xəlbirlə su daşımağa bənzəyir ki, mən çatana kimi o su tökülür yerə. Siz demişkən, mən burada həqiqəti deyirəm, bunlar o tərəfdən məscidə 100 min adamı yığır, xurafatı təbliğ eləyir, yeridir insanların beynində. Da mənim danışdığım ara getdi. Xarici təsirlər məsələsi çox ciddi məsələdir. Bu, hələ bizim 44 günlük müharibəyə qədər ümumiyyətlə çox, belə deyək, sözün düzü biabırçı vəziyyət idi. Açıq-aşkar burada İranın nümayəndəliyi var idi, dini nümayəndəliyi var idi və s. və axır 1000-dən hoqqa çıxarırlar. Və onların təlqin elədikləri, təklif elədikləri daha çox, belə deyək, Ruslarda verbovka deyilir, Azərbaycanda bilmirəm, nətər onu izah eləyim. Daha çox İran, siz dediniz, İran dini sisteminə, İran dini dövlət sisteminə qulluq xarakterli olur. Və onu Azərbaycanda çox məharətlə din adı altında pərdələyərək təbliğ eləyirlər. Bax, bu məsələ də çox ciddi məsələdir. Xarici təsirlər və daha çox da belə deyim, İranın təsir dairəsi. İranın, biz hamımız bilirik ki, rejimin Azərbaycanın müstəqilliyinə, Türkiyə qarşı münasibətdə bir düşmənçilik məsələsi var. O dindən istifadə edib bu düşmənçilik məsələsini yeridir. Dünyəvi dövlətlərdə də bizim bəzi insanlarımız vaxtı ilə müəyyən boşluqlar sayəsində gəlib təhsil alıblar. İndi ilahiyyat necə deyərlər, institutu təzə açıldı, bir neçə ildir fəaliyyət göstərir. Hələ bunların da yetişdirdiyi kadrlar qənaətbəxş deyil. Hələ bunlar oturuşmalıdır. Çünki bu köhnə, bu dediyim bayaqçı, bu xurafatçı, məzhəbçi oturuşubdur bu təbəqə artıq. Ona görə bu bir çətinliklər davam eləyəcəkdir. İntihası bu xarici təsirlərə qaldıqda yenə dərd yarıdır ki, tutaq kimsə Misirdə oxuyub, kimsə Türkiyədə oxuyub, kimsə nə bilim mən Yordaniyada oxuyub. Burada dünyəvi quruluşlardır da, müəyyən qədər din dövlətdən ayrıdır. Və burada da məlumdur ki, təhsil hansı üsullara verilir. Ancaq təhlükəli burasıdır ki,
bir çoxları bizim ölkədə də 80%-ə yaxın, bunlar İranda gedib, özü də oranın da ən qatı, radikal, mühafizəkar, teokratik rejimə bağlı mədrəsələrində oxuyublar. Yenə ola bilər, orada da dünya universitetləri, institutlar var filan, məsələn, bunlara oxusunlar, təhsil alsınlar. Əksəriyyəti birbaşa o ocağında gedib təhsil alıblar. Yəni, Qumda və s. digər yerlərdə. Və bu adamlar da gəlib burada nə etməlidir? İndi bir mühəndis gedib Amerikada oxuyub, mühəndis olub. Gəlib Azərbaycanda bu mühəndisliyini yerinə yetirməlidir. Bunu, o modeli burada yetişdirməlidir. İndi bunu kimi bu adamlar da gedib İranın həmən o rejimində bəhrələniblər, oxuyublar, siyasi İslamı mənimsəyiblər, özlərinə məxsus İranın özünün Sasani imperiyasının, Əhəmənilərin sintez elədiyi bugünkü məzhəbçiliklə Səfəvilər də qarışıq. Bu bir ideologiya düzəldiblər, bunu da ixrac edirlər. İnqilabın ixracı adı altında bizim ölkəmizə, digər ölkələrə, Kuveytə, Bəhreyinə, Libana, Suriya və s. İraqa, həmçinin bizim ölkəyə də bu adamları yetişdirib göndəriblər. Bunlar da gəlib oturub illərlə. Bugün çoxu da tərcümə halından silir o hissəni, Wikipediyasına yazmır, güya ki bunu bilən yoxdur. Oturubdur burada, bəziləri də son dövrlər psixoloq ünvanında, politolog ünvanında, nə bilim mən, ilahiyyatçı ünvanında çıxırlar meydana, sətiraltı şəkildə başlayırlar bu ideologiyanı yeritməyə insanların təhtəl şuuruna. Bilirsinizmi? Bu çox təhlükəli məsələ. Bax, bu kiber təhlükələr, bax, bunlardır. Bundan yaranır bu məsələlər. Bu hibrid təhdidlər bundan yaranır. Ki, bunlar müasir texnologiyanı da mənimsəyirlər, ondan sonra artıq insanların sosial həyatına daxil olurlar. Xurafatlar altında, mövhumat altında. Güya, məgər o İrandakı əllamələr, ayətullahlar bilmir ki, ələm düzgün iş deyil. Məgər bilmir ki, bu xurafatçılıq doğru deyil. Kərbalada 144 nəfər şəhid olub. Onun 4 nəfərinin adını çəkib tərcümə halına Azərbaycan xalqına danışan bir din xadimi gördünüzmü? Yox. Amma hamını yığıb şahsey vaksey deyib sinəsinə vurdurlar. Ora gedən adamların bir rəy sorğusu keçirə bir jurnalist gedə. Görə ora yığılan adamlardan biri İmam Hüseynin doğulub öldüyü tarixi bilirmi? Yox. Çünki həmən din xadimləri 100 illərdir bunu öyrətmirlər. Ancaq xurafat kütlə, etiraz aksiyası kimi toplansınlar, şuarlar, bayraqlar, nə bilim mən, səs-küy, bunlar yürüşlər. Bunlar hamısı siyasi etiraz aksiyalarının elementləridir. Belə dini ibadət ayin yoxdur. İslam dinində belə şey yoxdur. Həzrət Peyğəmbər əmsi öləndə, qardaşı öləndə, necə deyərlər, övladı öləndə bu götürüb aksiya keçirmədi. Bu, Büveyhilər dövründən qalma bir siyasi aksiya metodudur ki, Səlcuqlulara qarşı, Abbasilərə qarşı hansısa bir ideologiya formalaşdırmalıydilər digər müsəlmanlardan fərqli olaraq. Bunu formalaşdırdılar, sonra Fatimilər mənimsədi. Bilirsiniz, Büveyhilər də Sasani əsilli idilər, xilafəti parçalamaq üçün qurmuşdular. Və sonra da Səfəvilər bunu mənimsədi və beləliklə də gətirdilər bizim ölkəmizə, necə deyərlər, bizim xalqımızın da başına bunu bir bəla açdılar. Ki, bu şəxsi vəsi başqalarına, başqa şahlardan, başqa imperatorlardan tacı taxt qalanda, imperiya qalanda, yadigar qalanda, nə bilim, zərziba qalanda, bizim də şahlarımızdan bizə şəxsi vəsi, baş yarmaq, qılınc qan tökmək, sünni-şiə ixtilafı qalır. Bununla mı fəxr edirik biz? Hansı böyük Azərbaycanı qurub? Budur Azərbaycanın nəticəsi. Tarixi şəxsiyyətlərə tarix kimi baxmaq lazımdır. İlahiləşdirmək lazım deyil, tarix Quran deyil. İndi tarixi Quranlaşdırıblar. Bu xəlifə belə getdi, o xəlifə belə gəldi. Bunlar da kimlərəsə lazımdır bu xarici maraqlara. Bəli, bayaq qeyd etdik. Bu həmən teokratik rejimlərdə təhsil alıb gələn məzhəbçi ilahiyyatçılardır bunu yayanlar. Dövlətini sevən milli ilahiyyatçı, İslam dininin ilahiyyatçısı məzhəbçiliyə varmaz. Dindən danışar, məzhəbdən danışmır. Amma bugün gəlin analiz aparaq, izləyək görək hansı din xadimi dindən danışır, hərə söz məzhəbini təbliğ edir. Və bu nə olacaq onda? İnsanları aktivləşdirirlər məzhəbçilik yönündə, beyinlərini yuyurlar. Gələcəkdə Allah uzaq eləsin, bu gedişindən 10 ildən, 15 ildən sonra artıq o Livandakı vətəndaş müharibəsi kimi, İraqdakı sünni-şiə qırğını kimi, nə bilim, başqa yerlərdəki kimi belə şeylər də nəticələnə bilər və bu çox çətin olar. Adi bir dənə Nardaran məsələsi burada hamımızın yadımızdadır ki, nə problem yarattı. İndi bu şeylərə yol vermək olmaz adı. Onun üçün bu boşluqları mütəxəssislərlə danışmaq lazımdır, peşəkar adamlarla. Burada mən çox boşluqlar görürəm. Çox təhlükələr görürəm, mən narahat oluram. Mən çünki bu işi bilirəm, oxumuşam, illər ömrümü, günümü sərf eləmişəm mən buna. Mən ona görə yanıram, tökülürəm, əsəbləşirəm, istimə gəlir. Mənim xalqım, millətim niyə bölünsün, niyə parçalansın, niyə sünni-şiə ixtilafına geçsin? Bayaq siz bir söz işlətdiniz. Bilirəm, elə maariflənmə təbliğat gedib ki, bizim ziyanlarımızı da bəzən yanıldırlar.
bəzən yenə deyirəm, son dövrlər təəssüf olsun ki, mən televiziyada filanda da məzəbləşmə görürəm. Bizim cəmiyyətlərimizə, təşkilatlarımıza sızırlar bunlar. Mən hətta siyasi partiyalarda adamlar görürəm ki, beyni məzəbləşibdir. Tarixçilərimizi görürəm ki, məzəbçidir. Bu şeylər yaramaz bizə. Bunu Əli bəy Hüseynzadədən tutmuş Əhməd Ağaoğlu, Məmməd Əmir Rəsulzadədən bəri bu şeyləri tənqid ediblər. Bu şeyləri lənətləyib Sabir. Olmaz bu məzəbçilik. Axı bu yaramaz. Biz necə ola bilər ki, bir məzəbçiliyə varaq, yuvarlanaq. Bu bizi fəlakətə aparar, xurafata, cəhalətə sürüyər bizi. Ölülər əsərini oxuyun, eynən elə bir bugünküdür. Bugün yazılıb elə. Bugün daha da inkişaf edib həmin xurafat. Niyə? Xəstəliyi də eyni qida ilə qidalandırırıq, insanın səhhətini də qidalandırırıq. Bu necə ola bilər? Həkim həmin insanı müalicə eləsin, həm də xəstəliyə şərait yaratsın ki, bu virus artsın. Bu necə ola bilər? Siz demişkən, biz burada xurafatı da bəsləyirik və sağlam da dini mübarizə dini istəyirik ki, salamat şəkildə cəmiyyətə çatdırılsın. Axı, olmur bu. Mən bir nəfərəm, danışıram, mən istiqamətdə təbliğat edirəm. O tərəfdən o axıntılar yığır ora cəmaatı başına, başlayır möhumat danışmağa, xurafat danışmağa, məzhəbçilik danışmağa. Tətraltı hardansa ikinci xəlifə belə elədi, nədir, Sasani imperiyasını yıxıbdır. Buradan nə bilim, bu birisi məzhəbinki durur, onun əleyhinə sətraltı və salam bu münaqişə yaran. Həmrəyliyimizi pozurlar, milli vəhdətimizi pozurlar. Çox dəhşətli bir məsələdir, müəllim. Yəni bu məscidlər var, biz bununla fəxr edirik. Bu tarixi abidə kimi yaxşıdır. Amma bunun içindəkiləri fikirləşəndə adam dəhşətə gəlir. Həmrəyliyimizin pozulmasının qarşısının alınmasına yönəlik nələr olunmalıdır? Kadrların yetişməsinə biraz toxundunuz. O kadr məsələsi çox şey həll edir. Stalinin sözü olmasın, hər şey həll edən kadrdır. Bu kadr məsələsinə diqqət yetirilməlidirmi? Yetirilirsə kifayətdirmi? Kifayətdirsə niyə mübarizə apara bilmirlər? Niyə ön plana çıxa bilmirlər? İndi dediniz, sizin kimi tutaq ki, araşdırmacılar 4-5 nəfər. Amma bu kadr yetişməlidir. Bu bir nəfərin, 3-4 nəfərin işi deyil. Bu sistemli bir işdir. Mənim istədiyim, arzu etdiyim kimi, necə deyərlər, həqiqi mənada saflaşma, dinimizin, tolerantlığımızın həqiqi mənada səmimi şəraitdə, səmimi şəkildə ortaya qoyulması üçün bəlkə də buna bir 50 il lazımdır. Bu gedişlə, yəni bu cür getsək, bəlkə də daha artıq. Çünki o kənar təsirlərin potensialı, onların bazası, onların metodları daha köklüdür və daha aktivdir, daha operativdir. İnsanların beyinlərini daha yaxşı çevirə bilirlər, rahat asanlıqla həll edə bilirlər bu məsələləri. Tutaq ki, bir dənə Aşura günündən istifadə edərək budur. Bu qədər adamı, məsələn, istədiyi formada təsir edib yönləndirə bilirlər ki, bir fətva verirlər İraqdan ya İrandan, 90 nəfəri, 100 nəfərin 90'ı inanacaqdır. Yəni, bax, bu şeylərin, təsirlərin qabağını almaqdan ötürür. Buna illər lazımdır. Milli kadrlarımız da, yenə deyirəm, milli kadr biz deyirik. Bunlar, bu bağlar, bu kəndirlər qırılmadan bu milli kadrda necə yetişə bilər? Bu da biraz mənə bir, necə, bu köhlü məsələdir, bu dərin məsələdir. Bununla bağlı, necə deyərlər, hətta alimlər, üləmalar, elmlər akademiyası bəlkə bu şeylərdə bir qarışmalıdır. Bu bir əməlli başlı bir konsepsiya hazırlanmalıdır. Burada din modeli formalaşmalıdır. Bu belə pərakəndə şəkildə olmaz. Bugün burada ocaq yanmırsa, hə, çox şükür. Bugün sabah orada sakitçilikdirsə, çox şükür. Belə olmaz, bu müvəqqəti ki, bugün belədir. Mən görürəm, narahat oluram. Bunun içində daha dərin proseslər gedir. Borçalını dünənə kimi biz bilirdik ki, orada vəziyyət yaranar. Bilmirdik axı. Biz elə sanki yuxudaydı. Bir daha ayıldıq ki, indi gedib. Dəqiq gedib əldən. Mən bunu izah eləyərəm, sübut eləyərəm. Vəssalam. İndən belə bəlkə 100 il lazımdır ki, orada gedəsən, nəysə insanlara inandırasan, nəysə təbliğ eləyəsən ki, bu belə döyülmüş eləmiş. Xeyri yoxdur da. Amma bizim içimizdə də gedir axı bir müəyyən təbəqəldə. Və bunu da tədbir görmək lazımdır. Mən çox narahat oluram. Yazmaq olmur aslı sosial şəbəkədə bir nəsə bir şey. Mən çox şeyləri sərhədlə yazıram. Çünki vəhşi bir təbəqə var. Və necə deyərlər, Sabirin dediyi kimi, Mirzə Cəlilin dediyi kimi, o Şeyx Nəsrullahın ölü diriltməsinə inanan zümrə kimi bir zümrə peyda olubdur. İnsana imkan vermir. Knopkanı basırlar düyməni, oradan 100 nəfər, 1000 nəfər peyda olur, söyməyə, təhqir eləməyə, şantaj eləməyə başlayır adamlar. Ancaq görək bunun qarşısında duran bir din xadimi varmı ki, çıxsın orada bir xütbə desin ki, cəmaət, təhqir eləməyin, söyməyin, dinimizdə bağıran. Mən görməmişəm. Maaş verirlər, ayda bunlara yardım verirlər, 2 milyon pul ayrılır, nə bilim filan qədər vəsait, hanı bə bunların, o Nəsimi filmində deyildiyi kimi deyir, hanı bə sizin elminizin qüdrəti ki, bu Nəsiminin traktatlarına cavab verə bilmirsiniz və hanı bu mollaların, alimlərin, dırnaq arası əllamələrin
necə deyirlər, elminin bəhrəsi ki, İran bir tərəfdən, nə bilim, İraq bir tərəfdən, o birisi bir tərəfdən gəlib peyda olubdur bura. Yetişməlidir də, bizdə də din alimləri məhrum ediblər. Xarici təsirlər Bakı İslam Universitetinin diplomlarını dövlət tərəfindən tanınmasının qarşısını aldılar. Milli ruhda yerli təhsil almış ilahiyyatçıların qarşısına sədd çəkdilər. Dedilər, ancaq molla və din xadimi ola bilərsiniz, alim ola bilməzsiniz. Elmlər Akademiyasından disertasiya götürüb müdafiə eləməyin qarşısını aldılar. Kim aldı? Gəlin bunu araşdıraq. Bunu tapa bilməsək biz heç bir suala cavab verə bilməyəcəyik ki, Azərbaycanda milli ilahiyyatçı yetişdirmək olar ya olmaz. Bax, biri mənəm bunlardan. Digərləri də məni kimi və məndən savadlı insanlar var. Niyə qarşısını aldılar bunların? Görürsünüz? Niyə Elmlər Akademiyasında ali dini rütbəyə malik olan din xadimi varmı? Bizdə yox. Niyə İranın ağzına baxmalıdır ki, o mənə Höccətül İslam verməlidir, ya Ayətullah verməlidir ki, onu da vermir. Gərək orada olasan, oranın özünə xümus zəkat daşıyasan. Yoxsa indi İrandan başqa da Ayətullahlar verəm. Niyə 30 il oxuyanlar var? Niyə vermir onu? Çünki o siyasi bir tituldur. Yəni bu məsələdə ona görə diqqətli olmalıyıq biz. Yoxdur, problemlər çoxdur, qarşısını alırlar, qaranlıq qüvvələr var, gizli əllər var, mən bilmirəm. Bu təhdidlər artıq son dövrdə tamamilə kulminasiya həddinə çatıbdır. Mən görürəm, müşahidə edirəm, milli ruhda olan dövlətçi, dövlətini dəstəkləyən, necə deyərlər, milli təfəkkürdə olan ilahiyyatçıları boğurlar. Bu qaraküy, qaracuru imkan vermir. Hətta sosial həyatında problemlər yaratırlar. Biri şəxsən mən özüm. Çox mənə manelər var, çox problemlər var. Mən belə çıxıb hər dəfə danışa da bilmirəm, elə mənim şəraitim, imkanım da yoxdur. Amma mən bütün ömrümü bu dövlətimə, xalqıma, bu dinimizi sağlam şəkildə çatdırmağa həsr eləmişəm. Mən heç bir məsciddə gelib təyinat alıb, maaş da almamışam. Heç bir gedib ölü götürüb pul da almamışam. Baxmayaraq ki, 30 illik təhsilim, tədrisim, necə deyərlər, fəaliyyətim var bu sahədə. Mənim heç bir dolanışığım, heç bir imkanım yoxdur, vəziyyətim yoxdur. Niyə? Elə bunun özü məni kimi insanları məhv eləmək demək deyilmi? Mən özümü nümunə çəkirəm burada sadəcə, burada ağlamıram mən. Amma yəni bax, bu mənə təsir edir. 30 ildir mənim təbliğ elədiyim də ortadadır, o məsciddə oturanlarınki də ortadadır. Gəlin indi müqayisə eləyək, görək kim çox xeyir verib, kim çox ziyan verib. Deməli, məni kimi xeyir verən adamı bu hala salıblar. Onu kimi ziyan verən adamları da minbərə qaldırıb orada meydan oxutururlar. Da onda deməli, burada problem böyükdür də. Bunun qarşısını nə qeyri-hökumət təşkilatından, nə bilim, mən moizə oxumaqla, məqalə yazmaqla, nə siz veriliş aparmaqla almaq olmaz. Bunu oturub bir konsepsiya hazırlanmalıdır. Qanun qəbul olunmalıdır. Bu şeylərin qarşısı bir dəfəlik alınmalıdır ki, milli ruhlu ilahiyyatçılar, dini tərənnüm eləyən, təmsil eləyən ilahiyyatçılara önəm verilsin. Məzhəbi yox. Mən bu sözü deyirəm, altını çizirəm. Bugün təyin olunan din xadimlərinin üzdə olan ilahiyyatçıların 99%-i məzhəbçi ilahiyyatçılardır. Televiziyalara hətta çıxardırlar ekspert kimi. Onlar məzhəbi təmsil edir, dini yox. Bəyəm Azərbaycan məzhəbə qulluq edir. Yazılıbdır bizim dövlət dinimiz, necə deyirlər, xalqın dini, inancı İslam dinidir. Aslında məzhəb yazılmayıb ki, və burada niyə məzhəbçiyə sən yol versin? Məzhəbçi adam heç bir ziyarətgaha, heç bir məbədə, məscidə təyin olunmamalıdır. Çünki qanunumuzda yazır ki, İslam dini üzrə ibadət ocaqlarına təyinat verilməlidir. Və nətər onda məzhəbçini sən ora təyin edirsən? Yol vermək olmaz axı buna. Təbii ki, məni kimisi də qıraqda qalacaq və bu cür vəziyyətdə. Nə edəcəyik? Nə elmi iş götürüb müdafiə edə bilirik, nə ali dini titul ala bilirik, nə elmi bir məqama sahib ola bilirik. Həmin xarici təsirlərdir də ki, möhumatın, xurafatın içində dövlətə təzyiq göstərsin, hibrid təhlükələr yeritsin. Məni kimisini də budur qarşısını alıblar, imkan vermirlər fəaliyyət göstərəm. Nə eləməliyəm mən? Budur problem məlidir. Yəni problem böyükdür. O cümlədən o qeyd olunan problemlərdən biri də bax bu nümunə olaraq dediyim məsələ. Təşəkkür edirəm Tural bəy. Yenə də mübarizə aparmaq lazımdır, demək lazımdır. Bu nəticəyə gələnə qədər həm təşkilatlar, həm dövlət qurumları, həm dini qurumlar, həm sizin kimi ilahiyyatçılar, araşdırmaçılar bu məsələni gündəmdə saxlamalıdır. Təşəkkür edirəm. Maraqlı müzakirə oldu. Minnətdaram. Minnətdaram, təşəkkür edirəm. Çox sağ olun. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamın qonağı dinşünas araşdırması Milli Cəbhə Partiyasının başqan müavini Tural İrfan idi. Sağ olun, görüşənə kimi. Onu da xatırladım ki, verilişimiz YouTube kanalına yayımlanır. Baxın, bəyənin, paylaşın ki, daha çox soydaşımız görsün. Elədik.
Əslində müharibə başlayandan İranın siyasi sistemində dəyişiklik gedir. Ümumiyyətlə biz fevral ayının 28-dən sonra baş verən hadisələrin fonunda bir şey hiss elədik ki, İranın sanki dini rəngi bir qədər soldu. Hərbiçilərin mövqeyi gücləndi, Sepahın mövqeyi gücləndi. Sivil hakimiyyət, yəni konkret prezident və onun komandasından gedir söhbət, onlar da mövqelərini müəyyən qədər möhkəmləndirə bildilər. Zaten İran konstitusiyasında prezidentin səlahiyyətləri limitlidir, yenə də elədi, amma Pezeşkiyan və onun komandası bir sıra məsələlərdə vacibliklərini ortaya qoya bildilər. Bu çox önəmlidir. Və əslində sivil hakimiyyətin bütünlüklə İrandakı hakimiyyəti özlərinə götürmə imkanı, potensialı meydana çıxır.